Səsinizi açdım Cəmilə xanım. Axşamınız xeyir. Gəlir səsim? Hə, gəlir. Aha. Görüntü açmısınız, amma məndə görüntü yoxdur. Yox, məndə açılmır görüntü. Hə, tamam. Göy nəsə gəlib açılmadı. İndi görünürsüz siz. Siz indi görünürsüz. Görünürəm? Hə, yəni işıq görsənir də, divar görsənir. Hə. Məndə işini göstərmir axı. Yəni görün. Siz deyirsiniz, bağlayın, bir də yenidən görüntünü açın. Bağlandı indi. Hə. Dəqiqə. Mən əslində görüntünü bağlamaq istəyirəm. Səs olaraq danışmaq olur da, Ruqiyyə xanım, hə? Hə, belə də danışa bilərsiniz, narahat olmayın. Hə, elə yaxşıdır. Mən indi ayrılmalıyam, siz davam edin. Yaxşı. Tamam, uğurlar. Sağ olun sizə də. Salam xanımlar, axşamınız xeyir olsun. Biraz üzürlü sayın, geç qoşulduq təlimə. Naibə xanımı gözləyirdik, amma Naibə xanım olmadığı üçün sağ olsun Ruqiyyə xanım bizim üçün belə deyib, təlimi hazır elədi və qoşulduq. Vaxt itirmədən təlimimiz haqqında danışım. Bugün bizim təlimimiz qırışlardır. Qırışlar haqqında indi hal-hazırda stokda olan məhsullarımız var. Onlardan necə istifadə edə bilərik, hansı məhsullarla üz qırışlarımıza kömək edə bilərik. Yəni hal-hazırda stokda olan məhsullarımızdan danışıram. Çünki bəzən xanımlar stokda məhsul yoxdur, amma qırış üçün müalicə istəyirlər. Bilmirlər stokda hansı məhsullardan götürüb istifadə etsinlər. Ona görə də bu haqda biz artıq təlim etmək istədik. Deməli, qısaca onu deyim ki, qırışların əmələ gəlmə səbəbi dərinin yaşlanmasıdır. Birinci, dərinin yaşlanmasından asılıdır. Bir dəqiqə, o birisi qrupda da xanımlara deyim, qoşulsunlar. Bir dəqiqə. Aha. Deməli, qırışların əmələ gəlməsi ilk öncə dərinin yaşlanmasındandır. Zaman keçdikcə dəridəki kollagen və elastin azalır. Dərimiz artıq kollagenini itirir. Həm daxildən, həm xaricdən artıq bizə kollagen bərpa etmək lazımdır. Bu da dərinin elastikliyini itirməsinə, qırışların yaranmasına gətirib çıxardır. İkincisi, günəş şüalarıdır. Günəş şüaları, deməli, bunun şüaları dəridəki hüceyrələrə zərər verir, kollageni parçalayır, vaxtından əvvəl qocalmaya səbəb olur. Üzümüzdə mimik hərəkətlər, məsələn, belə deyək, çox vaxt elə bir, necə deyimsə, gülmək, bəzən çox insan var ki, gülür, bəzən görülür ki, gülən zaman bizim əsas bu ağız ətrafımızda, göz ətrafımızda artıq mimik qırışlar əmələ gəlir. Düzgün olmayan həyat tərzi, az su içmək olsun, pis qidalanmaq olsun, yuxusuzluq olsun, bunlar hamısı dərinin vaxtından əvvəl qocalmasına gətirib çıxardır. Stressdir, uzun müddətli stress, qan dövranını zəiflədir, yavaş-yavaş qırışlar başlayır. Və qırışlar üçün mən həmişə ilk öncə qırışlar üçün həmişə birinci növbədə masaj bildirmişəm və ondan sonra məhsullarımızı, ardıcı isə məhsullar istifadəsini bildirmişəm. Elə bir üzdə qırışlar, elə bir üzdə sallanma ola bilər ki, ona məhsul yox, əsas birinci növbədə masaj lazım olur, üz masajları. Üz masajlarının yöntəmi isə, yəni bilirik ki, alındır, göz ətrafıdır, yanaqlardır, ağız ətrafı, çənədir və boyun ətrafıdır. Yəni boyun ətrafı dedikdə sinədən çənəyə qədər nəzərdə tutulur. Yəni biz üzümüzü masaj edərək üzümüzdə qan dövranını yaxşılaşdırırıq və günlük bizə hansı məhsullar lazımdırsa, həftəlik bizə hansı maskalar, peelinglər lazımdırsa, onu edirik. Çünki bizə ilk növbədə xanımlar üz dərimizi təmizləmək lazımdır. Üz dərimizə masaj lazımdır. Üz dərimizi qorumalıyıq. Bu zaman
davamlı istifadə etdikdə, daimi istifadə etsəniz bunu, siz artıq effektini inanın ki, görəcəksiniz həqiqətən də. Çünki mən neçə dəfələrlə bunun şahidi olmuşam ki, bir neçə xanımlarımıza qırışla, kombini ilə əlavə olaraq masaj yöntəmləri atmışam və onlar ondan edərək çox gözəl geri dönüşlər əldə ediblər. Qısa zamanda bunu əldə edə bilərsiniz sizlər də. İndi keçək bizim hal-hazırda stokda olan məhsullarımız var. Bilirsiniz ki, Luminat serisindən ləkə serisidir əslində o. Muz serisi hal-hazırda stokda yox idi. Sadəcə Luminat serisi var idi. Bizdə Luminat serisi idi, kolajenin kremi serumu idi. Bir də Sky Collagen serumu idi. İlk öncə bizim kollagen serumumuzdan danışmaq istəyirəm. Bilirsiniz ki, kollagen gecə serumu, kollagen kremlə eyni zamanda istifadə edirsiniz. Kollagen kremini biz səhərlər istifadə edirik, kollagen serumunu isə gecələr istifadə edirik. Bunların sayəsində biz üz qırışlarımızdan azad oluruq. Bunların sayəsində incə üzümüzdəki qırışlar, mimik qırışlar artıq getməyə başlayır. Bu zaman həm də məsamələr var. Üzümüzdə məsamələr var ki, onun müalicəsini də edirik. Həm üzümüzün qırışlarından üzümüz təmizlənir, həm üzdərimiz canları, həm də ki, məsamələrimiz artıq, belə deyim, yavaş-yavaş sıxılaşır və artıq, belə deyim, o dərinləşmiş məsamələrin də belə müalicəsini edə bilərik. Bizdə həm də peptid kremi və peptid serumu da var, bilirsiniz. Peptid kremi də, peptid serumu da həm üzdəki qırışlar üçün, həm üzdəki quruluq varsa onu normallaşdıraraq nəmləndirir üzümüzü və bir də ki, üzümüzdəki məsamələrin müalicəsində də bizlərə kömək edir. Sky Collagen serumumuzu da kollagen serumumuzla birlikdə istifadə edə bilərik kombin halında. Bu isə bütün dəri tiplərinə uyğundur. Dərimizin nəm balansını mükəmməl şəkildə qoruyur, qırışlardır, sallanmadır, bu kimi müalicələrdə bizlərə kömək edir. Və kollagen dərini sıxmağa da kömək edir. Və daxildən də ki, bizim kollagen, Hindiba kollagen kofemiz var, onu da içə bilərsiniz. Heç kəsin bir daxili bir problemi yoxsa, yəni ciddi bir xroniki problemi yoxsa, bizim kollagen kofemizi də içə bilər. Deməli, xanımlar, indi onu qeyd edeyim ki, sizə bir xanımdır, deyəlim ki, üzündə qırışlar var, göz ətrafında qırışları var. Biz ona nə verə bilərik? İlk öncə çalışın, dəri tipini öyrənəsiniz, yaşını öyrənəsiniz. Dəri tipini soruşduq, yağlı, quru, dərisinə uyğun bir yüz yıkama jeli veririk. Dərisinə uyğun tonik veririk. Dərisinə uyğun, burada bizdə nəm maska da var, bir də arındırıcı maska var. Biz nəm maskanı quru üzlər üçün veririk, arındırıcı maskanı isə yağlı üzlər üçün veririk. Maskalar haqqında qısa məlumat verəcəm sizlərə. Deməli, həftədə bir dəfə maskadan istifadə edəcəyik, üz dərimizi təmizləmək üçün həftədə 1-2 dəfə peelingdən istifadə edəcəyik, səhər axşam kollagen krem, kollagen serum, əgər stokda peptid serum, kollagen yoxdursa peptid krem, peptid serum götürə bilərik yerinə və bir də ki, günəş kremi də mütləq şəkildə hər zaman deyirəm ki, günəş kremimiz də mütləq lazımdır bizlərə. Günəş kremimizdən istifadə edirik. Günəş kremi də ki, bizdə 2 cürdür. Bilirsiniz, su bazlı və yağ bazlıdır. Onu da dəri tipinə uyğun. Çünki yağ bazlılara biz onu verdik, daha çox yağlılığını artıra bilərik. Ona görə mən həmişə su bazlı olanını vermişəm. Və bir də ki, xanımlar, bizdə orada Powerful serisindən olan məhsullarımız da var. Powerful serisindən qırışlar üçündür. Orada qırışlar üçün vitamin A-nı istifadə edə bilərik. Bizdə göz ətrafı üçün kremlərimizdən deyəsən qalan yox idi. Amma orada səhv etmirəmsə bir dənə şey var idi. Luminat serisindən olan var idi. Luminat serisindən olan krem. Mən onu məsləhət görürəm xanımlara. Çünki o Luminat serisindən olan krem göz ətrafındakı, belə deyim, həm nəmləndirir göz ətrafını, həm canlandırır, yorğunluğu azaldır. Onun tərkibində, belə deyim də, hidronik asid var, vitamin E var. Yəni, bu şeylər üzümüzdəki, həm üzümüzdə, həm gözümüzün altında, əsas gözün altına üçün istifadə edirik də biz o kremi. Gözaltı qaraltılarda, gözaltı şişkinliklərdə, gözaltı qıxırda xət kimi olan, belə deyim, qırışlarda bizlərə kömək edir. Luminatın olan kremi, göz üçün olan kremi.
Yəni onu. Amma çox vaxtı mən serum olaraq Powerful Energy serum var. İndi deyəsən hal-hazırda stokda səhv etmirəmsə yoxdur, amma olsa çox yaxşı olar. O da çox gözəl kremdir. İndi hal-hazırda olmadığı üçün mən xanımlara, məsələn öz bir xanımım var, ona bizim kollagen kremindən kollagen serumunu vermişəm ki, göz ətrafına xanım sürtə bilər. Amma çalışın tam belə deyim də gözün incə yerdir deyə çox göz ətrafını incitmirik də, nazik, yüngülcə belə əlimizlə çəkirik və salam. Və əsas da ki, göz ətrafımızda olur bizdə göz ayağı qırışlar, qaz ayağı qırışları deyilik. Bir də ondan olur. O da dərinləşmiş olanda biz ona dermaroller veririk. O da ölçüsünə görə dermaroller veririk. Bizdə Powerful Energy serumdan çox gözəl gözaltı qırışlarda çox gözəl nəticələrimiz var. Luminat serisindən olan Air, yəni göz üçün olan kremimizdən də çox gözəl nəticəmiz var. Yəni bunların hamısını biz üzümüzə istifadə etdikdə inanın ki, çox gözəl nəticə əldə edirik. Və bir də xanımlar, bizdə nəm maskadır, arındırıcı maskadır. Bunlar hamısı üz dərimizi yumşaldır. Yəni nəm maska bayaq dediyim kimi quru dərilər üçündür, arındırıcı maska isə yağlı dərilər üçündür. Nəm maskanı biz üzümüzə, arındırıcı maskanı üzümüzə vuranda ola bilər ki, bəzi xanımların da üzlərində yanma hissi olsun. Bu da normaldır. Bir 10-15 dəqiqə saxlayıb sonra üzümüzü yuyuruq. Ola bilər biraz yanma olsun, xanımları narahat eləsin. Bu isə normaldır. Niyə görə? Çünki artıq effektini göstərməyə başlayır. Elə xanımda ola bilər ki, onda yanma hissi olmasın. Bu isə yəni fikirləşməsin ki, effekt yoxdur. Yox. Yəni hər bir üzdə bir reaksiya verə bilər. Bu isə ki, normaldır. Biz onları istifadə edirik. Həm üzümüzdəki məsamələrə, biz çox vaxtı bunu sızanaqlarda da veririk. Üzdə sızanaqlar varsa, yəni maskalarımızdan da istifadə edirik. Və bir də ki, üz toniklərinə mütləq diqqət etmək lazımdır. Bilirsiniz ki, bizim toniklər əsas müalicəvi toniklərdir. Həm dərimizi təmizləyən toniklərdir. Biz onları sızanaqları təmizləməyində, sızanaqların müalicəsində də istifadə edirik. Üz dərimizin qırışlarında da, üz dərimizin ləkələrində də ki, toniklərimizdən istifadə edirik. Toniklərimizə siz üzünüzü yusanız belə toniklə silsəniz, yenə də üz dərinizin belə deyim, pambıqla sildikdə pambığa baxsanız görəcəksiniz ki, hələ də üzünüzdən belə deyim də o necə deyirlər, o nəyisə çirk qalıntısı deyirlər də, bax o makyaj qalıntıları hamısı dəri altımıza hopduğuna görə biz onu təmizləyirik. Acı peelingin özündən belə biz dərimizin altında olan o makyaj qalıntıları, o tozun, çirklərin qalıntıları üzümüzə hopur ki, onların hamısını peelingin sayəsində təmizləyə bilərik. Bizim peelingimizdəki düyü peelingidir. Yəni düyü peelingi çox gözəl effekt verir. Həm üz ağartmağında köməklik göstərir. Həm də ki, bir çox müalicələrdə də biz peelingimizdən istifadə edirik. Və bizdə kaysılı peelingimiz də var. Quru həssas cildlər üçün kaysılı peelingimizi veririk. Kaysılı peelingimizi isə biz necə istifadə edə bilərik? Biz necə istifadə edirik xanımlar onu? Bəzi xanımlar üzlərinə vurur, sərt şəkildə onu sürtürlər. Düzdür, düyü peelingini biz sərt şəkildə eləyə bilərik. Çünki o gel formasında, amma kaysılı peelingi biz sərt şəkildə eləyə bilmərik. Çünki onun tərkibində dənəciklər xırdadır və üz dərimizi, üz cildimizi biz zədələyə bilərik. Ona görə də biz onu asta formada üzümüzü təmizləyirik. Bir dəqiqə. Bir də xanımlar, bizdə belə deyim, bir çox qırışlardan əlavə, həm də ki, belə xanım var ki, üzündə ən çox belə deyək, gülroze xəstəliyi var. Gülroze dəri xəstəliyi. Yəni bilir ki, üzümüzdəki damarlar, xırda-xırda damarlar var, qırmızı rəngdə olur belə üzümüz. Yəni onun belə müalicəsini biz geri dönüşünü almışıq. Çox gözəl nəticəmiz olub. Gülroze
xəstəliyi, yəni dəri xəstəliyi deyək, dəri problemi nədən istifadə edirik? Bunları da hamı özlərində qeyd edə bilərlər. Düzdür, bunu kombin olaraq paylaşımı başqa cür idi, amma mən orada kombini dəyişdim, başqa bir məhsullar verdim və çox gözəl geri dönüş aldıq. Bizim bəlkə də baxarsınız köhnə PDF-lərimizdə Gülroze kombinində ballı krem var. Amma mən ballı kremi ora əlavə etməmişəm. Niyə? Gülrozenin özü onsuz həssas bir dəri problemidir. Ballı krem isə o üzə vurduqda onu qıcıqlandıra bilər. Mən ona görə ora ballı kremi əlavə etməmişəm. Mənim Gülrozedə verdiyim belə deyim kombin bizim papatya yüz yıkama jelimiz var. Bilirsiniz, papatya yüz yıkama jelimiz onu vururuq. Çünki həssas cildlər üçündür. Gülroze isə həssas bir dəri problemidir. Gülrozeni üçün vermişəm papatya yüz yıkama jeli, azonlu zeytin yağı, homemade krem. Homemade krem bizim cilt bakım kremimizdir. Bizdə beta-glukan kremi var idi. İndi onu hal-hazırda yoxdur. Yəni əvvəlki zamanda vermişdim. Onun yerinə bizim cilt bakım kremimiz var. Onu nəm maska və yaxud da ki oksigen maska hansı stokda olsa onu veririk. Günəş kremi mütləq şəkildə əlavə edirsiniz. Və təmizləmə sütümüz var, onu vermişdim. Yəni ki, bunları veririk. İndi təmizləmə sütü olmayanda başqa bir məhsulla da əvəz etmək olur, amma baxırıq. Çünki həssas bir problem olduğuna görə ona da hər məhsul verilmir. Biz bu məhsulları verərək inanın ki, çox gözəl Gülrozedə biz geri dönüş aldıq. Mən bunları sizlərlə bölüşürəm ki, çünki ola bilər ki, kimsə ətrafınızda Gülroze problemi varsa onda siz də bizdəki bu məhsullardan verə bilərsiniz. İstifadə qaydasında ki, kimdəsə belə bir problem olsa, digər istifadə qaydası biraz tam fərqlidir burada. Onun da istifadə qaydasını sizlərə deyərəm. Və bir də bizdə vitiligo, ala dəri xəstəliyi var. Axır zamanlar daha çox. Bugün inanırsınız, mənim telefonum demək olar ki, susmuyub. Bir yanıq problemindən görə yazılıb mənə, bir vitiligoya görə yazılıb, bir də ki, üzdəki qırışlar və quru dərilər üçün bugün çox yazılıb gəlib mənə. Bizdəki vitiligo ala xəstəliyidir. Ala dəri xəstəliyidir. Bunun müalicəsi 1-2 aya alınan bir nəticə deyil. Vitiligo dəri xəstəliyi zaman tələb edir. Ola bilər 8 ay, 9 ay, 10 ay, bəlkə 1 il yarım nəticə. Yəni bunu bir dəfə nəticəsi 15 ay, səhv eləmirəmsə 15 aya alınan bir nəticə alınmışdı. Bunu da ki, davamlı istifadə etmək lazımdır. Çünki burada haradasa bəlkə 10-a yaxın məhsul gedəcək. Yüz yıkama jeli, tonik, maska, azonlu zeytin yağı, günəş kremi, bunlar hamısı dəri tipinə uyğun verir. Kantaran özdə krem olsun, çörək otu losyonu olsun. Bizdə serum var. Bizdə E-Kanter serumu var idi. İndi bilməm, desən stokda yoxdur. Onun yerinə başqa bir serum əlavə edirik. Aynı safa kremidir. Yəni bunların hamısını biz üz üçün istifadə edirik. Bir məhsul getmir və buradakı məhsulların hardasa bir 5-6 məhsulda macun hazırlanır. Macun isə qarışımdır. Bu qarışımı hazırlayırıq. Hər gün yeni qarışım hazırlayırıq. Yəni bugün hazırladım, 2 gün davamlı vurum yox. Bugün hazırladım, bugün istifadə edirsən. Sabah hazırlayırsan, sabah istifadə edirsən. Bu şəkildə yavaş-yavaş edirik ki, vitiligonun problemini aradan qaldıraq. Bu xəstəlik ən çox qollarda, üzdə, ayaqlarda, genital bölgələrdə daha çox rast gəlinir. Yəni hər yanda görülə bilər. Dəqiq səbəbi isə çox vaxtı bilinmir. Dəridə pigment itkisi nəticəsində də belə deyim, əmələ gələ bilər. Buna görə də xanımlar, bizdə də yəni vitiligo üçün müalicə var. Kiminsə ətrafında varsa, yəni vitiligodan əziyyət çəkənlər bizim məhsullarımızdan verə bilərlər. Sonra bizdə bir də var, nə problemi, qoy mən sizə deyim. Gözaltı yağ bezələri. Baxın, bundan da biz nəticə almışıq. Gözaltı yağ bezələri. Yəni dəri altında xırda belə deyim, belə piy qatdı deyirlər də, ondan var və biz o yağ bezələrindən nələr istifadə etmişik? Bundan da çox gözəl geri dönüşümüz var və bir xanımın üzərində artıq dünəndən başlamışıq, onun üzündədir.
bir bəyimizin gözündə idi, bir isə bir xanımın isə o üz hissəsində var. Yəni əsası ki, gözaltı ətraflarında var. İndi o xanımla başlamışıq. 2 günə inşallah ki, nəticə alanda o xanımla da nəticəni sizlərlə bölüşəcəm. Bunda yağ bezələrində biz nə veririk? Dəriyə uyğun bir yüz yıkama jeli verilir, dəriyə uyğun tonik veririk, pirinç özlü peeling veririk, ada çaylı krem veririk. Bəzi üzlər həssas olduğu üçün iz qoya bilər. Ona görə də dəri tipinə uyğun serum da verə bilərik ki, axşamlar istifadə etsin. Yəni, kimin üzü həssasdırsa, bax o üzlər üçün serum verilir. Bunun isə istifadə qaydası yüz yıkama jelindən səhər axşam üz yuyulur, yüz yıkama tonikdən səhər axşam üz toniklənilir. Gündə belə deyim 2 dəfə ada çaylı krem istifadə edirik, həftədə 1-2 dəfədəki pirinç özlü peeling istifadə edirik. Və ola bilər ki, ilk gün biz istifadəsində mən şəkil olaraq paylaşanda orada 1, 2, 3 qoymuşdum. Niyə? Çünki birincidə göstərmişdim, orada yağ bezəsi böyük bir yağ bezə idi. Onu göstərdim, orada yağ bezəsində artıq belə deyim, quruyaraq düşmüşdü və yeri yara kimi belə qalmışdı, açıq formada qalmışdı. İkinci şəkildə artıq onun sağaldığını, üçüncü şəkildə isə tamamilə, yəni artıq bir balaca nöqtə formasında qaldığını göstərdi. Yəni o göstərici olaraq göstərdim ki, orada, yəni bu şəkildə ola bilər. Yəni kimsə görür ki, birdən gözümün üstündə və ya üst tərəfimdə yara kimi oldu, sonra düşdü. Yox, o yavaş-yavaş öz effektini göstərməyə başlayır. Çünki bizdə nəticə olaraq belə gedir. Sonra bizdə var bir də xanımlar. Ümumi kombin haqqında da deyəcəm sizlərə. Həm qırışlarımız oldu, həm də ümumi kombin. Çünki qırış məhsullarımızda məhsulumuz azdır deyə çox o haqda danışmaq olmur. Çünki dediklərim hansılar oldu sizə? Kollagendir, peptiddir, yəni kollagen serisidir, peptid serisidir. Yəni muz serisi hal-hazırda stokda yoxdur, luminat serisindəki ləkələr üçündür. Üzümüzdəki ləkələr. Deməli, üzümüzdə ləkələr var. Sızanaq ləkəsidir, doğum ləkəsi ola bilər, günəşdən düşmə ləkələr var üzümüzdə. Biz bunları necə aradan qaldıra bilərik? Mütləq hər bir zaman dəri tipinə uyğun yüz yıkama jeli veririk, dəri tipinə uyğun tonik veririk, maska veririk, dəriyə uyğun peeling veririk, günəş kremi veririk, vitamin C-ni əlavə edirik. Çünki vitamin C bizə lazımdır. Antifreklesin kremini veririk. Antifrekles kremindən sonra mütləq şəkildə günəş kremi vurmalıyıq və stokda hal-hazırda hansı serum varsa, deyək ki, luminat serisindən olan serumlarımızdan varsa luminat serisi veririk. Vitamin C-ni sözsüz əlavə edirik. Ora çünki vitamin C bizə lazımdır. Və luminat serisi varsa, luminat serisi yoxdursa, antifreklesin serumu da ola bilər, whitening serumumuz var idi, o da ola bilər. Yəni serum olaraq bunlardan istifadə edə bilərsiniz. Və həftədə bir dəfə, deyəlim ki, qırmızı peelingimiz var. Mən onu sxem olaraq verirəm əslində. Bu ay deyəlim ki, pirinçli peelingimizdən istifadə etdik. Sonraki ayda artıq qırmızı belə deyim, əjdaha qanı dediyimiz qırmızı serumumuz var, qırmızı peelingimiz var, onu verirəm. Yəni, sxem olaraq veririk. İndi xanımların hansı stokda olsa, onu da istifadə edə bilərlər. Çünki qırmızı peelingimizdə bilirsiniz ki, üz dərimizi təmizləyir, solğun dərini canlandırır, ləkələrə köməkliyi göstərir. Yəni, ondan da istifadə edə bilərsiniz. Sızanaqlar üçün nə istifadə edə bilərik? Sızanaqlarımız var üzümüzdə, nə istifadə edirik? Ən çox yeniyetmələrdə bu problem başlayır. Dəri tipinə uyğun yüz yıkama jeli veririk, dəri tipinə uyğun tonik veririk, dəri tipinə uyğun maska veririk. Mən bu zaman peeling vermirəm. Çünki sızanaqlarda heç bir zaman peeling verməmişəm. Çünki sızanaqlar iri olduğuna görə o belə yayılma ola bilər. Ona görə mən peeling heç zaman vermirəm. Vitamin C-ni əlavə edirik ora, günəş kremini əlavə edirik ora və bir də ki, bizdə ada çaylı krem var. Ada çaylı kremini, cilt bakım kremini də əlavə edə bilərsiniz. Bir də kükürt kremi var. Kükürt kremi isə sızanaqların üzərinə qoyuruq, yaymırıq onu.
Hə, kükürt kremini də sızanaqların üzərinə qoyuruq, yəni yaymırıq. Çünki kükürt kremini bəzən üzə yaydıqda yanma verə bilər. Ona görə oxşu üzü quruda bilər. Ona görə təkcə onu sızanaqların üzərinə qoyuruq. Hə, bir də xanımlar, bizdə bədəndəki ləkələr üçün nə istifadə edə bilərik? Bəzən bədənimizdə ləkələr var. Ləkələrimiz üçün nə istifadə edə bilərik? Bilirsiniz ki, bizdə beyazladıcı krem var. Beyazladıcı kremi mən məsələn üzləri istifadəsini məsləhət görmərəm. Çünki bəzən xanımlar üz istifadəsində də deyirlər ki, effekt verir. Amma mən heç vaxt onun razı olmamışam ki, üzə istifadə olunsun. Beyazladıcı kremimizdən istifadə edə bilərik. Bilirsiniz ki, beyazladıcı krem bikini bölgəsi, qol altı, dirsək, yəni bədənin hər hansı bir yerində ləkə varsa onu da istifadə edirik. Skrabla bir yerdə istifadə edirik. Niyə görə? Çünki həftədə 2 dəfə, 3 dəfə istifadə edə bilərsiniz skrab. Çünki qan dolaşımını tezləşdirir və ləkələrin getməyinə daha tez köməklik göstərir. Və bir də hal-hazırda stokumuzda hansı bir ləkə serumu varsa, o da dərinləşmiş ləkələrdə, yəni artıq neçə ilin ləkəsidirsə, biri var ki, 1-2 ilə olunan ləkə, yox. Bir də var ki, neçə ilin ləkəsidirsə, onların yanına bir dənə də serum əlavə edirik. Serum da ki, yəni whitening serumu ola bilər, antifreklesin serumu ola bilər. Və yaxud da ki, vitamin C var orada. Onu əlavə edə bilərsiniz ki, axşamlardakı serumdan istifadə edə bilərsiniz. Amma skrabla bir yerdə beyazladıcı kremi istifadə etsə nəticə görəcəksiniz. Çünki mənim bir liderim bundan nəticə almışdı. Sonra bizdə başqa nələrdən nəticə almışıq? Mən onları sizlərə məsləhət görmək istəyirəm ki, sizin də özünüz o nəticələri əldə edə bilərsiniz. Amma düzgün şəkildə nəticə əldə etmək üçün mütləq şəkildə onu davamlı istifadə etmək lazımdır. Çünki bəzən xanımlarımız bir gün, 2 gün istifadə edir, sonra yadlarından çıxır, istifadə etmirlər. Çünki bunu mən ən çox arıqlamada gördüm. Xanımlarımız istifadə etdi, bəzi xanımlarımız var, sonra artıq istifadəsini dayandırdılar. Dedilər, biraz yadımızdan çıxdı, 1 gün, 2 gün. Ona görə davamlı etmək lazımdır ki, nəticə olaraq görə biləsiniz. Və bir də xanımlar, bizdə üz üçündə ekzema müalicəsi var. Ekzema müalicəsində biz bir bəyin üzündə, saç diblərində nəticə almışıq. Ekzema müalicəsində isə dəri tipinə uyğun yüz yıkama jeli verilir orada. Biz ona vermişik, bizim aynı safa kremimiz var, çereotu losyonumuz var, mütləq lazımdır bunlar. Çereotu losyonudur, aynı safa kremidir. Düzdür, orada bəzən adaçaylı kremi də əlavə edir, amma adaçaylı kremi mən çox vaxtı əgər sulu ekzemdirsə, onda əlavə etmişəm. Quru ekzemdə aynı safanı da etmişəm. Çünki sulu ekzem o qurutmaq lazımdır. Ona görə adaçaylı kremini vermişəm. Çünki həm onu qurutsun, həm də ki, onun ətrafında o qaşıntılar var ki, o qaşıntıların da qarşısını alsın. Çereotu ilə birlikdə çox gözəl effekt verir. Biz bunu bir bəydə almışıq və yüz yıkama jeli olaraq çay ağacı yüz yıkama jeli. Çünki ekzemin problemi çay ağacı serisindən istifadə olunur. Çay ağacı yüz yıkama jeli vermişik. Ada çaylı krem və ya aynı safa kremi, o da baxır qoru və ya sulu ekzem olduğuna görə və bir də ki, bizim çereotu losyonumuz, bunları vermişik və çox gözəl də geri dönüş almışıq. Yəni dediyimiz kimi, həm də ki, bunda daxili qidalanmaya da fikir vermək lazımdır. Mütləq şəkildə daxili qidalanma fikir verilməlidir. Üz yuyulanda çalışın ki, üzümüzü sabunla, bu problem varsa üzümüzü sabunla, kimyəvi sabunlarla yumuruq. Və bir də siz ora azonlu zeytinyağı da əlavə edə bilərsiniz. Sakinləşdirici özəlliyi olduğuna görə azonlu zeytinyağı da istifadə edə bilərik. Deyəlim ki, stokda adaçaylı kremimiz və yaxud da ki, aynı safa kremimiz yoxdursa, o zaman bizim cilt bakım kremimizi əlavə edə bilərik ora. Bir də bizdə xanımlar ayaqlarda qaşıntı, göbələk olur. Göbələyi aradan qaldırmaq üçün hansı məhsullardan istifadə edə bilərik? Göbələk problemimizdə biz ən çox, mən ilk növbədə corablara deyirəm ki, corablar
belə deyim, pambıq olmalıdır və yaxud da ki, belə deyim, sintetik olmasın, çünki daha çox qaşıntıra bilər və hər gündə ayaqqabılar dezinfeksiya olunmalıdır, corablar dəyişilməlidir, çünki göbələk elə bir problemdir ki, bugün ayaqqabılar təmizlənməsə, sabahsı gün yenidən o səndə təkrar başlaya bilər. Bunun da qarşısını almaq üçün mütləq şəkildə həm ayaqlarımızı, belə deyim, ayaqqabılarımızı tez-tez dəyişməliyik, yəni təmiz etməliyik və corablarımızı dəyişməliyik. Bunun isə biz necə edirik? Çay ağacı bizdə yüz yıkama jelini ayaqlarımızı da yuya bilərik, təkcə o üz üçün deyil, yəni ayaqlarımızı da yuya bilərik, bədənimizi də yuya bilərik, yəni çay ağacı yüz yıkama jeli ilə. Tək yüz yıkama jeli deyilir, amma tək yüz yıkama jeli deyil. Ayaq bakım kreminizdən istifadə edə bilərsiniz, ada çaylı kreminizdən istifadə edə bilərsiniz, aynı safa kremi və bir də ki, bizim lavantalı, bizim yağlı bitki skrabımız var, ondan istifadə edə bilərsiniz. Ayaq bakım spreyini axşamlar vuracağıq. Burada da istifadə qaydası biraz bunların fərqlidir. Ayağımızı yuyuruq. Səhərlər ada çaylını vururuqsa, axşamlar cilt bakım kremini vuracağıq. Aynı safa kremini də vurmalıyıq. Yəni, burada belə izahını verim də sizə. Stokda hansı məhsul varsa, onu nəzərdə tuturuq. Məsələn, deyəlim ki, ada çaylı krem var, düzdür, ada çaylı kremi götürə bilərsən. Deyəlim ki, ada çaylı kremi stokda qalmayıb, onun yerinə götürə bilərik, aynı safa kremimizi götürə bilərik. Yəni, aynı safa kremi, ada çaylı krem, ikisi də ki, ayaqlardakı göbələyi də aradan qaldırırlar. Həm ekzemdə, həm göbələkdə də istifadə edə bilərik. Ada çaylı krem səhər vururuq, aynı safa kremimiz varsa axşam vururuq. Lavantalı kremimizdən həftədə 2-3 dəfə istifadə eləyirik. Ayaq bakım spreyimizi də ki, gün ərzində bir dəfə vururuq. Burada bir də bizdə var, sulu ekzemi dedim sizə, dırnaq qalınlaşması. Dırnaq kimdə qalınlaşması varsa, dırnaq qalınlaşmasından əziyyət çəkirsə, onlar nə istifadə edə bilərlər? Bu günlərin bunların hamısını mən kombin olaraq hazırladım sizlərə ki, bu haqda sizlərə məlumat verim. Yəni, biləsiniz ki, bizdə Home'da bir çox nəticələr əldə etmək olar, bir çox problemlərimizi aradan qaldıra bilərik. Dırnaq qalınlaşması kombinimiz var. Bunda biz nə istifadə edə bilərik? Azımlı zeytin yağımızı dırnaqlarımızın üzərinə vururuq. Gündə 2 dəfə, aynı safa kremimizi isə ki, gündə 2 dəfə səhər axşam sürtə bilərik. Yəni, bu iki məhsulla da biz ona nəticə əldə edə bilərik. Bir də xanımlar, doğum çatları olan xanımlar var. Keçən dəfə biz bu haqda məlumat verdik. Amma indi mən sizə doğum çatları haqqında deyil də, hamilə xanımlarımızın qarında çatları əmələ gəlir. Belə deyim, artıq qarın dartılmağa başlayır. Biz ona nə istifadə edə bilərik? Mən onun görsel olaraq da paylaşımını etmişdim. Bir dəqiqə. Üzürlü sayın xanımlar. Deməli, bizdə hamilə xanımların belə deyək, qarınlarını nə vura bilərlər? Bir azonlu zeytin yağı vura bilərsiniz. Yumuşaltsın, dartınanda biraz həm xanımlarda çat əmələ gələ bilər. Ona görə də biz azonlu zeytin yağından qarnımıza sürtə bilərik. Və bir də ki, uşaqlar üçün yağımız var, bebek yağı. Bir də ondan istifadə edə bilərsiniz çatlara görə. Ona görə də görsəldə hazırlamışdım mən. Onlar da bizlərdə köməkliyi göstərir. Bizə topuqlarımız üçün də kombin istifadə edə bilərik. Topuqlarımız üçün hansı kombinə istifadə edə bilərik? Bizdə xanımların bilirsiniz skrablarımız var. Fərqi yoxdur. Hansısa skrabı götürüb ayaqlarınıza vura bilərsiniz. Skrablarımızın tərkibində keçən dəfə biz təlimdə dedik, göl duzu var. Həm rahatlaşdırıcı özəlliyi var, həm də ki ayaqlarımızı yumuşaldır və topuqlarımıza köməkliyi göstərir. Və onunla yanaşı biz burada ayaq kremimizdə istifadə edə bilərik. Bu yaxınlarda mənim birlikdir. Ayaq kreminin bütün gün ayaq üstü olur, yəni hansısa bir zavodda işləyir xanım, deməli yemək bişirir. Deyir, səhərdən axşama kimi ayaq üstü oluruq, oturmaq yoxdur və bizim ayaq bakım kremimizdən istifadə etdi. İnanın ki, o qədər razı qalır. Artıq ikinci dəfə sifariş verdi mənə, bir ayda istifadə etmişdi və ikinci ayın artıq istifadəsinidir ki, istəyirəm və gətirdim, verdim. Deyir, ayaqlarımın ağrısını aradan qaldırdı. Yəni bizim ayaq bakım kremimiz də
həm ağrılara görə, yəni bu iki məhsul birlikdə həm ağrılara özünüz istifadə etsəniz, bu məhsulları görəcəksiniz ki, ayaqlarınızda sanki ağrı yoxdur. Yəni artıq o qədər rahatlaşır ki, insan o rahatlığı özünüzdə hiss eləyəcəksiniz. Sonra göbələk kombinidir, glurozenididir. Bir də bizdə dırnaq batmağı üçün kombini də hazırlaya bilərik. Dırnaq batmağı üçün hansı kombinimizdən istifadə edə bilərik? Dırnaq batmağı üçün yenə də azonlu zeytinyağından istifadə edirik. Ayaqlarımıza sürtürük səhər axşam. Ayaq bakım spreyimizi vura bilərik və də ayaq topuq kremimizdən istifadə edə bilərik. Dırnaq batma kombinində. Bundan istifadə edə bilərsiniz. Üzlərdə belə deyim, yanıq, kiminsə üzündə yanıq ola bilər və yaxud sadəcə olaraq yanıqda bir şey var ki, bunun illik yanığı da ola bilər, bir neçə ilin yanığı da ola bilər, yeni yanmış yanıq da ola bilər. Yüngül yanıqlarda sadəcə olaraq bir ballı krem istifadə edə bilərik. Onun da həm yanıqlara, həm yaralara kömək eləyir. Bilirsiniz, ballı krem göyərmə varsa onlara köməklik edir. Amma yanıqlarda artıq belə deyim, ləkələri də varsa, ona artıq biz başqa məhsul veririk. Amma yeni yanmış yanıqdırsa, bir ilin yanığıdırsa və yaxud da ki, bir 10 günün, 15 günün yanığıdırsa, ona isə biz burada bizim ballı kremimizdən, cilt bakım kremimizdən istifadə edirik. Çünki bir də azonlu zeytinyağı da verə bilərik. Amma bunların da istifadə qaydası, yəni baxır yanığa. Yəni dediyimiz kimi yanığın siz soruşa bilərsiniz ki, neçə vaxtın yanığıdır. Burada isə biraz fərqli olur. Çünki bəzən biz bir yanıqda vitamin C var bizim. İndi çünki vitamin C Powerful serisi yox, Silver serisinin vitamin C-sini mən vermişəm və çox gözəl də geri dönüş almışıq. Çünki o vitamin C orada ləkənin, yeni yanmış yanıqda ləkənin qalmasının qarşısını alır. İndi bilmirəm, burada bir liderimiz, keçən dəfə bir liderimiz yanıq haqqında soruşmuşdu. Biz ona məhsul vermişik. İnşallah ki, liderimiz buradadırsa məlumat da verər. Nəticə olsa, inşallah bizlə də paylaşacaq. Çünki yeni bir yanlış yanıqda onun üzərindən biz müalicəyə başlayırıq. Sonra dəri və quru dərilər üçün. Quru dərilər üçün biz nə verə bilərik? Dəri qurudur. Biz nə istifadə edə bilərik ki, dərimizi yumşalsın, dərimiz nəmlənsin və üzümüzə tonal vuranda, BB krem vuranda üzümüzdə məhsul gözəl görsənsin. Quru üzlər üçün bizdə yüz yıkama jeli götürürük. Papatya yüz yıkama jelindən istifadə edirik. Belə dəri tipinə uyğun, orada bilirsiniz, hər dəri tipinə uyğun gedən tonikimiz də var. Quru həssas cildlər üçün olan tonikimiz də var. Quru həssas cildlər üçün olan tonikimiz Silver serisindən olan tonikimizdən istifadə edə bilərsiniz. Amma hədsiz artıq quru varsa, dəridə qurunlaşma varsa, qabıqlanma, yəni çənə ətrafında qabıqlanma, burun ətrafında qabıqlanma varsa, biz ona təmizləmə sütü də verə bilərik. Yəni tonikin yerinə təmizləmə sütünü verə bilərsiniz. Və bir də nəm maska istifadə edirik. Bizdə peptid kremdən istifadə edə bilərsiniz. Çünki həm üz qırışlarına, həm də ki, dərinin nəmləndirməyinə çox gözəl köməklik edir peptid krem. Cilt bakım kremini də verə bilərsiniz. Cilt bakım kremini gündə bir dəfə istifadə etmək şərti ilə üzünə istifadə edə bilər. Azonlaşmış zeytin yağında gündə bir dəfə üzünə istifadə edə bilər. Azonlaşmış zeytin yağını 2 dəfə də istifadə etmək olar. Amma məhsullarla birlikdə çox istifadə etdikdə mən bir dəfəsini məsləhət görürəm və onu da masaj olaraq gözəl formada üzə yeritdikdə tam üzə hopandan sonra digər bir məhsullarımızı istifadə etmək olur. Sonra yağlı dərilər üçün də bizdə çay ağacı yüz yıkama jelidir, ada çaylı kremdir, yağlı cilt tonikimizdir, arındırıcı maskamızdır. Bunlardan istifadə edirik ki, üzümüzün yağlılığı normallaşsın. Ada çaylı krem qurutma özəlliyini olduğuna görə biz ondan istifadə edə bilərik. Sonra deməli, xanımlar, artıq kombinlərin bəzilərinə sizə məlumat verdim. Qırışlar üçün də hal-hazırda stokda olan məhsullarımızda da dedim sizlərə hansıları istifadə edə bilərsiniz. Kiminsə sualı varsa buyursun, versin. İndi yenidən bir hansısa bir mən sizlər üçün kombin hazırlasam, onların da məlumatını verəcəm. Çünki bizim həqiqətən də çox
bir neçə gündür, inan o qədər belə deyim, kombin hazırlayıb vermişik ki, xanımlara, indi onların nəticələrini gözləyirik ki, onları paylaşım edək sizlərlə, yeni bir nəticələrlə qarşınıza gələk. Çünki tam fərqli belə deyim də məhsullar vermişik, başqa bir kombin hazırlayaraq vermişik. Onların da nəticələrini inşallah sizlərlə paylaşacağam. Hər zaman mən dəri tipini soruşuram, yaşı soruşuram və bir də ki, şəkil həmişə soruşmuşam ki, şəkil atın baxaq. Çünki şəkil mütləqdir. Çünki bəzən xanımlar deyir ki, üzümdə ləkə yoxdur, sızanaq var. Amma baxırsan ki, sızanaqla birlikdə ləkə də var. Və ya da deyir ki, üzümdə sızanaqlar azdır, amma atır ki, çoxdur sızanaq. Ona görə də həmişə şəkil tələb edin ki, şəkilə baxım, ona uyğun sizə müalicə verim. Və bir də ki, orada əvvəl sonrasını mütləq eləyin. Əvvəl şəklini götürün, sonra isə müalicədən sonra şəklini götürün. Çünki onda artıq fərqi siz görəcəksiniz. Və bir də xanımlar, bizdə ət xalından da nəticə almışdıq. Ət xalının nəticəsini isə keçən dəfə mən dedim. Deməli, ət xalının nəticəsi belə idi. Amma mütləq şəkildə həkimə gedib müayinədən keçmək lazımdır. Çünki ət xalları köklü və köksüz olduğunu bilmək lazımdır. Əgər zərərsizdirsə, problem yoxdursa, o zaman bizdə 2 məhsul ada çaylı kremlə, kükürt kremlə istifadə edirik. Ada çaylı kremi və kükürt kremini vururuq. Yəni 5 dəqiqə, 10 dəqiqə fasilənin ard-arda vurulur. Gündə 2 dəfə vururuq. 20-25 gün vurandan sonra baxırıq ət xalına. Əgər ət xalı artıq qurumağa gəlib çatıbsa, artıq quruyursa, o zaman sap bağlayıq, özü düşsün. Yox, qurumursa, hələ o ət formasında qalıbsa, o zaman artıq onu yenə də davam edirik. Yəni, ət kombinimizdə belə bir forma ilə biz nəticə əldə etmişik. Bir də xanımlar, serumlarımızda ən vacib məsələ nədir? Serumlarımızda ən vacib məsələ qayda birinci odur ki, üz təmiz olmalı. Çünki serumun əsas məqsədi dəridə və ya dəri altındakı hüceyrələri dəstəkləri, belə deyim, dərinin epidermis qatı deyirik. Bax, ora kimi tam dərinin alt səthinə gəlib düşməlidir. Ona görə də bəzən biz ona dermaroller də veririk. Amma baxır hansılarda biz dermaroller məsləhət görürük. Elə dəri var ki, ekzemlidir, sızanaqlıdır, ona biz dermaroller vermirik. Qaz ayağı qırışları varsa ona biz veririk. Dərinləşmiş qırışlardırsa biz ona veririk. Saç problemlərində, tökülməsində biz dermaroller veririk. Yəni, bu kimi qarın çatlarında, dərinləşmiş çatlarda dermaroller verilir ki, serumlar tam, belə deyim, alt təbəqəyə kimi geçsin ki, təsirini göstərsin. Dermaroller isə göz ətrafına görə 0,25 götürülür. Üzə görə 0,50 götürürük. Saç üçün isə biz 0,75 və ya 1 ml olanı götürürük. Yəni, bu qədər. Axşamınız xeyirli deyirəm, hər vaxtınız xeyir olsun. Təliminiz bitdi. Bəli, deyirəm. Xeyirli olsun, təşəkkür edirəm, əməyinizə sağlıq, var olun. Xanımların sualları varsa buyursunlar, zəhmət olmasa. Mən kombin olaraq da Naibə xanım bütün kombinlərimizdən də məlumat verdim ki, birdən kiminsə ətrafında belə bir problem olsa, xanımlarımız hansı məhsullar lazımdırsa, onları verə bilsinlər. Bəli, əsasən bizdə xanımlar, belə deyək də, kollagen serumuna, kollagen kremi paralel ən çox dərin qırışlarda və dəri sallanmalarında ən çox effekt alıblar hər zaman. Yəni, indi bilir ki, onların da belə deyək, biri gecə serumudur, biri gün ortadır. Amma bəzi xanımlarda o yanlış istifadə belə təlimi də keçirilib ki, onu hər an vura bilər. Bir də mən gecə qoşuldum, üzrlü sayın, evdə yox idim, dinləyəcəm təlimin təkrarını bir daha. Sadəcə bir dənə zəhmət olmasa deyərsiniz, bu olan stokda olan məhsullarımızdan əlavə hansını izah etdiniz, mən dinləyib kanala göndərəcəm, təlim kanalına göndərəcəm.
Aha, tamam bilirim. Hal-hazırda biz Luminat serisi var idi. Luminat serisidəki bizdə orada belə deyim də ləkə olaraq gedir. Amma Muz serisi hal-hazırda yox idi. Çünki videoda sizə atalımda mən orada Muz serisini görməmişdim. Amma bizim orada Luminat serisində mən xanımlara belə deyim, bu bizim göz üçün olan kremimiz var. Luminat serisindən onu vermişəm, kremimizi. Ondan da hal-hazırda bir xanımımızda nəticə var. İnşallah ki, demişəm ki, onu qısa bir zamanda şəklini atsın mənə. Onu istifadə edib, çünki hal-hazırda stokda məhsul yoxdur deyə. Çünki Luminat serisində göz üçün olan belə deyim, kremimiz göz ətrafındakı həm dərini nəmləndirir, həm canlandırır, yorğunluğu azaldır, belə deyim də, nəmləndirici təsir verir. Quru cansız görünüşü aradan qaldırır, yaşlanma əleyhinə təsir göstərir, qırışlardır, xəttlərdir, aradan qaldırır, qaraltılar var deyirik, gözaltı qaraltılarımız, onların getməyinə köməkliyi göstərir. Yəni bu problemlərə şişkinliyə kimi aradan qaldırır, dərini sıxılaşdırır. Ona görə də biz bunu verdik və çox gözəl də inşallah ki, geri dönüşümüz var. Onu da paylaşımını edəcəyik. Çünki əsas da ki, burada liderim düzgün istifadədir. Birinci növbədə xanımlara düzgün istifadə lazımdır ki, hər gün davamlı istifadə etsinlər, daimi istifadədə nəticə almaq olur. Bugün etdim, sabah məsələn yadımdan çıxdı, etmədim, onda heç bir nəticə əldə etmək olmayacaq. Davamlı gərək istifadə edəsən ki, nəticə ala biləsən. Və artıq sallanmalar varsa, mən şəkil atmışdım, orada sallanma varsa, qırışlar varsa, biz onlarda nə qədər də məhsul vursaq üzümüzə, sallanma çoxdursa, qırışlar çoxdursa, biri var incə qırışda, mimik xırda qırışda, biri də var ki, dərinləşmiş qırışda. Nə qədər də serum vursa, lap 10 dənə serum vur üzvə, krem vur üzvə, sən onu masaj etməsən, heç bir nəticə almayacaqsan. Çünki onun da birinci nömrə dərmanı deyim də, dərmanı masajdır. Çünki Çünki onu dəriyə yedirtmək lazımdır da, səthi saxlamaq lazım deyil. Səthi quruyub qala bilər, nə bilim əllə gedə bilər. Amma onu bir növ həll etmək lazımdır. Üzə dərin qatlaracaq getməlidir. Çünki özümüz çox da gözə bilirik ki, bəzi xanımlarda məsamələr çox sıxdır, bəzi xanımlarda məsamələr genişdir. Bir də o hopma var, dəriyə oturması var. Ən yaxşısı bəli, masaj hərəkətlərinə yedirtməkdir. Sanki elə bil masaj, yəni masaj deyəndə ki, bu üzü kisələmək nəzərdə tutmuruq. Yəni dairəvi hərəkətlərlə, yəni onu dəriyə yedirtmək lazımdır ki, o dəri səthinə yəni heç olmasa müəyyən qatacan getsin, hopsun. Düzdür, bizim məhsullarımız çox gözəl şəkildə dəri özünə çəkir, nəfəs alır. Amma yenə də masaj hərəkət lazımdır. Mən məsəl üçün bu dediyim kollagen serumuna, kollagen kremini komanda bir xanıma vermişdim. Xalam da tanıyır onu. Deyir, sən nə alıb ondan, deyir, üzünü elə bil ki, botoks vurub, üzü dartılıb. Yəni bizim həqiqətən kimlər ki, hər zaman deyirəm, iynədən, botoksdan qorxurlar, çəkinir. Əslində iynə, yəni bəzi xanımlar bilmirlər ki, nələr vururlar üzə, çürümə gedə bilər, dəri qatında qalıb infeksiya verə bilər, sinirə düşə bilər iynə. Yəni hər kəsdə uğurlu alınmır, hər kəsdə keyfiyyətli məhsul işlətmir. Ona görə çalışın öz əlimizin altında olan məhsullardan yararlanın. Yəni kollagen serumla kollagen krem çox gözəldir. Yəni hər zaman da deyirəm ki, qadınların qırışları hardan bilir? Yaşı. Bir əl üstü, bir boğaz altı. Yəni hamıda da artıq yəni göz kənarı, bir də dodaq ətrafında mimik qırışlar yaranmaq başlayır. Yəni onu edərək biz demirik ki, onu eləyirsən həmən dəri dartılır. Sadəcə dəridəki kollageni bərpa edirsiniz də, yəni dəri sallanmasının qarşısını alırsınız. Liderim, davamlı istifadə etsələr, xanımlar inanın ki, qısa bir zamanda bunun nəticəsini görəcəklər. Bax, azonlu zeytinyağı var. Azonlu zeytinyağı. İndi ola bilər ki, azonlu zeytinyağı götürürlər, təmiz zeytinyağı olsun. Yəni bununla üzünü belə deyim də sizə, məhsullar var əlinizdə. Kollagen serum, kollagen krem, maska, günəş kremidir, tonikdir. Bunlar hamısı əlinizdədir. Üzünüzdə qırışlar da var, üzünüzdə sallanma da var. Biz necə bunu aradan qaldıra bilərik? Səhər durdunuz, üzümüzü yuduq, ya səhər vaxtın varsa səhər, yoxdursa gün orta, bir dənə təmiz üzünü yuyandan sonra bir dənə azonlu zeytinyağıdan vurdun əlinə. Qəşəng üzvə yaydın. Yayandan sonra, mən də bunu qısa bir məlumatını deyim sizə, yaydınız üzünüzə, başlayırsınız üzünüzü birinci yüngülcə,
Elə bir sığal çəkirsiniz üzünüzə yerdəndən sonra. Sığal çəkdiniz, qurtardınız. Sizin gündəlik vaxtınız 15-20 dəqiqə vaxtınız gedəcək, amma nəticəsi də gözəl olacaq. Bunu edəndən sonra bax, birinci alın hissədən bax, alın üçün başlayırıq. Barmaqlarınızı qaşların üstündən başlayaraq yuxarıya doğru, yanlara doğru çəkin. Sürtürsünüz də belə. 5-6 dəfə bunu təkrarlayırsınız. Birinci bunu etdinizmi 5-6 dəfə. Keçirsiniz göz ətrafına. Göz ətrafını üzük barmağımız deyək də, üzük barmağımızla gözün altından iç tərəfə yəni, dairəvi hərəkətlərlə masaj edirik. Yavaş-yavaş edirik. Çünki o tərəflər, göz ətrafı tərəflər nazikdir, incədir. O hissələri asta edirik. Yanaqlarımızdır. Əsas yanaqlarımızı istəyirik botoks effekti verir. Yanaqlarımız belə şey görsənsin də. Yanaqları barmaqlarının burun kənarından qulaqlara doğru yuxarı hərəkətlərlə masaj edirik. Və bu dərinin sallanmasının qarşısını da alır. Ağız ətrafı və çənə, dodaq kənarlarından yuxarı, yanaqlara doğru hərəkətlə masaj edirik. Çənədən qulağa doğru masaj edirik. Yəni oval formaya oxşuyur da, belə deyim sizə. Və boyun tərəfimiz isə bizim aşağıdan yuxarıya doğru bu sinədən çənəyə qədər, yəni bu hissə nəzərdə tutulur da. Davamlı istifadə etsəniz, inanın nəticə alacaqsınız. Bir dəfə bizim bir təlimimiz var idi. Türk liderlərimiz və Azərbaycan liderlərimiz qoşulmuşdu. Biz orada inansız xanımlarla birlikdə o hərəkətləri təkrarlayırdıq ki, xanımlar evdə etsinlər. Çünki nəticə almaq istəyiriksə, biz onu etməliyik. Bax, bunu edəndən sonra üzümüzdə qan dövranımız işləyəcək. Özünüz artıq üzümüz qızaracaq. Deməli, artıq qan dövranı işləyir üzümüzdə. Yəni, siz bu hərəkətləri 5-6 dəfə, bir hərəkəti 5-6 dəfə təkrarlayın. Gün ərzində bir 15-20 dəqiqə, deyəlim yarım saat vaxtınız getdi də, bu sizin üz cərvinizi canlandıracaq, sallanmağınız gedəcək. Özünüz artıq effekti görəcəksiniz. Və ondan sonra bizim məhsullarımızı masajı bitirəndən sonra o üzün yağlı qalmasın deyə qəşəng üzünü siləndən sonra artıq sən məhsulları istifadə edə bilərsən. Səhər vaxtı hansı məhsulu istifadə edirsən, axşam hansını istifadə edirsən. Deyirəm, səhər yudun üzüvü, quyudun, toniklədin, kremivi vurdun, axşam yudun, toniklədin, serumuvu vurdun. Bu qaydənin eləsin, siz nəticəni görəcəksiniz. Yəni, çünki bu nəticələr belə olur. Buradan sənin üzün sallanıbsa, sən məhsulu vurursan, amma nəticə yoxdur. Bir xanım vardı, mənə keçən dəfə yazıb, mən deyir, peptid kremindən serumunu almışam, bir lider var, o verib ona. Əstəğfurullah, kolagenin kremi, serumu, Skyne kolagen, 3 dənəsini götürüb. Deyir, Cəmilə xanım, nə qədər vuran mənim üzümdə dəyişiklik yoxdur. Deyirəm sənə, kim deyir, deyir, filan lider deyib. Deyirəm ki, bəs necə yöntəm deyib sənə? Deyir, deyir ki, bunları vur üzvə keçəcək. Deyirəm, bəs sənə bunları başa salmadı ki, bu qayda ilə getməsən? Deyir, yox. Yəni ki, eləcə üzvə vurmaqla da nəticə olmur axı. Xırda incə qırışlarda biz nəticə ala bilərik, amma dərinləşmişdə heç cür ala bilmərik. Bəzən ehtiyac olsa biz dermarolerdə verdik ki, tam dərinin alt təbəqəsindən xopsun deyə. Məsələ budur ki, həmin xanım nəticə görməyənə deməyəcək mənə səhv başa saldılar. Deyəcək ki, məhsul yaxşı deyildi, heç bir keyfiyyət görmədim. Məsələ budur. Düzdür liderim, elə deyirlər. Ona görə də yöntəmini başa salmaq lazımdır ki, rahat qaydada xanımlar istifadə etsin. Kiminsə əlavəsi varsa, sualı varsa, buyursun liderlərim. Suallarınızı verin, mümkünsə. Yaxud özünüzün nəticəniz olubsa və yaxud hər hansı bir əlavə edəcəyiniz fikriniz varsa, buyurun. Salam xanımlar, axşamınız xeyir olsun. Çox sağ olun Cəmilə xanım, düzdür. Hər vaxtınız xeyir liderim. Nasıldır? Amma ki, faydalı məlumatlar verdiniz, əminəm. Təşəkkür edirəm. Bizim üçün təlim Kollagen serumundan danışmışam, bir şey demək istəyirəm. Mən bir nəfər də kollagen gecə serumu olanı deyirəm, bənövşəyi olanı. Biz bu cür yoxlamışdıq. Ayağına ot sıçramışdı, belə deyək də, ocağın közü, ayağında ləkələr vardı, amma təzə yanmışdı. O kollagen gecə serumu var idi ondan. Başladı ondan istifadə etmək, öz yəni hom məhsullarını alıb istifadə edən bir xanımdır. İnarsız, bir də ki, bizim hüceyrə yeniləyici, ceviz yarpağı özlü olan kremimiz var. Hüceyrə yeniləyicidir o da.
O kremlə ikisini birlikdə, o serumla gecə vururdu, həmin kremlə də çəkirdi. İkisini həm üzünə, həm də ki, ayağında olan o yanığa vururdu. Mənə o qədər təşəkkür elədi ki, yəni mən onun varı da evdə, prosta üzünə vurur. Demişdim ondan da ayağına vur, çünki başqa mənə fəaliyyət almağa imkanı yox idi. Bildim ki, yəni kollagenda hüceyrə yeniləyici özəllik var. Bir ay ərzində onun ayağında heç bir ləkə qalmadı. Yəni siz bayaq deyirsiniz, həqiqətən düz deyirsiniz. Yəni yanığın da vaxtı var, müddəti var. Artıq illər üstündən keçmiş yanığı, o belə deyək də dəri hüceyrələri oturmuş olurdu. Ona nə qədər də müdaxilə eləsən, o izləri itirmək olmur. Amma indi xanımlarımızın əlinin altında hom məhsulları burdadılarsa, demək mütləq ki var. Həmin an ona müdaxilə edəndə və yaxud da ki, indi xanımıq da mətbəxdə tez-tez əlimizi yandırırıq. Kollagen serum belə varsa, tez vurun, yəni dərhal o hüceyrə yenilənəcək. Necə ki, hüceyrə yenilənməsini niyə deyirik? Uşaq necə dərisi kəsiləndə, yananda deyirik ki, uşaq dərisi tez sağalacaq, narahat olmayın. Çünki uşaqların dərisində kollagen daha çox olur, hüceyrə daha tez yenilənir. Ona görə də yəni tez sağalır və izi qalmır. Ona görə də əlimizin altında olan məhsulları istifadə etmək lazımdır. Mən də kombinlərdən çox, yəni ən birinci ailə üzvlərimdə yoxlamışam. Daha sonra isə yəni xanımlarımıza tövsiyə eləmişəm. Belə hardasa bir il olacaqdı, öz mamamın dırnağında dırnaq göbələyi var. Komandama da çəkib bunu bölüşmüşəm. Onlar da görüblər ki, dırnaq göbələyi vardı və apteklərdən hansısa indi adını eşitdiyiniz belə deyək də laklar var. Mikalakdır, mikazoldur, belə bir şeylər var idi. Alırdı, vururdu, dırnaq biraz yəni üst qatda düzəlirdi. Daha sonra isə yenidən göbələk əmələ gəlirdi. Yəni dırnağı çox pis vəziyyətdə idi və artıq özü də inamını itirmişdi. Mən rayona gedəndə yayda, yəni artıq 1 il olacaq da, yəni. Bizim ayaq baxım serumumuz, bir də ki, adı çayı yağlı tərkibli olan, göbələk əleyhinə olan bizim kremimiz var. Əsasən də ssanaqlı yağlı dərilərə tez-tez tövsiyə edirik həmin kremi. O ikisini gecə istifadə etdi. Əslində gündə hələ 2 dəfə istifadə eləsəydi daha tez nəticə olacaqdı. Artıq mən 1 ay qaldım rayonda, qayıdanda ayağından çıxan dırnaq sağlam dırnaqdır və üstündən 1 il keçib xanımlar. Hələ də, yəni belə deyək də, öz gözümün qabağında olan insandır, deyək də anamdır. Onun dırnağında artıq göbələkli o dırnaq, ya bir dırnağında vardı ayağında. Artıq sağlam dırnaq çıxır hər dəfə. Dırnağı da uzanır, kəsir, yenidən sağlam dırnaq çıxır və artıq heç o serumdan da, kremdən də heç istifadə eləmir. O qədər ki, hətta gəlmişdi Bakıya, burada təriflədi. O məhsulu özü də dırnağını göstərdi. Mənim hətta bir neçə sifarişim də oldu. Yəni gənc uşaqlar vardı, onların da ayağında vardı və utanırdılar ayaqlarında o göbələkli dırnaqlarına görə açıq geyinmək istəmirdilər yay aylarında. Və həmin o məhsulu bir də başqa bir şeydə yoxlamışam, qrupa da göndərmişəm. Yenilikdə bir nəticəmiz də oldu. O ayaq baxım serumu, bir də ki adı çayı yağlı olan kremlə uşaq vardı, 1-ci sinifdə oxuyurdu, hardasa 7 yaşı var. Əllərində zillər var idi. Yəni dırnağına hətta keçmişdi dəridən də başqa, özündən anasına da keçmişdi. Yəni öz bibi qızımdır da, belə deyək, ailə üzvümüzdür. O ikisini tövsiyə etdim. Əslində propolislə birlikdə istifadə edəndə daha tez nəticə olur, amma ki o olmasa da ona alternativ ayaq baxım serumunun çünki quruducu özəlliyi var, göbələk əleyhinədir, iltihab əleyhinədir. Onu tövsiyə elədim və ondan sonra isə kremini vururdu. 1 ayda istifadə elirdi. Biraz azalmışdı, təmiz getməmişdi. Əslində özüm də biraz birinci dəfədə elə bir şey yoxdurdum deyə biraz ümidsizliyə qapılmışdım. Bir neçə gün bundan qabaq mənə mesaj yazıb gecəki, deyib mənim yadımdan çıxıbdı. Mən ondan artıq nəticə görmüşəm. Uşağın əlində olan zillər də gedibdi. Pilusdakı deyir, mən özüm əlimdə olan zilə vurmurdum. Uşağa vurarkən əlimdə bir 5-10 dəqiqə yuyana qədər qalıbdı. O mənim əlimdə olan zeyli də aparıbdı. Yəni bu həqiqətən mən o qədər sevindirdi. Plus da ki biz məhsullarımızda bəzən xanımlar deyirlər ki, elə vuraq həmin anı 1 həftə 10 gün ərzində gözəlləşək, dərimiz olsun və ya da bədənimizdə hansısa bir problem olsun. Əgər bir məhsul təbiidirsə, onun yəni müalicə müddəti var. 2 ay çəkə bilər, 3 ay çəkə bilər, hətta yəni 5-6 ay belə çəkə bilər ki, sən ondan tam istədiyin nəticəni alasan. Yəni ruhdan düşmək lazım deyil. Yəni onu axıra qədər istifadə etmək lazımdır. Bir dəfə, 2 dəfə vurmaqla heç bir nəticə olmur. Adi, yəni heç hər bir şey qoyun qırağa. Adi diyeta belə saxlayırsınız. Bir neçə gün saxlayanda o istədiyiniz çəkini ala bilirsiniz. Yox. Yəni bu sağlam həyat tərzidir. Ona keçib yeməyinizə diqqət etdikdə istədiyiniz formatda olursunuz, istədiyiniz nəticəni də görürsünüz. Eləcə də yəni dərimizin gözəlliyidir, saçımızın, zahiri görünüşümüzdür və ya da qida əlavələrimiz, kofelərimiz var. Bunlar ola bilər. Yəni onların istifadəsi mütəmadi olduqda daha gözəl nəticə verir. Yəni hətta mənim özüm yenə deyirəm, bu
pasiyentimiz deyək də, bunda bu problemi görüb bir ay olmağına baxmayaraq biraz ruhdan düşmüşdüm, amma sağ olsun ki, anası yəni davam eləyibdi. Artıq ikinci ayına keçəndə nəticədə gördük. Baxın bu cürdə, yəni halbuki o iki məhsul, yəni onun üçün deyil də, yəni o problem üçün deyil. Amma ki quruducu özəlliyi olduğu üçün iltihabı, daha sonra isə həmin o zillərdə olan belə deyək də, yəni o bakteriya kimi yayılır da, keçici bir xəstəlikdir özü də. Onu o qədər narahat eləyir ki, indi anası mənə təşəkkür eləyir ki, yəni çox sağ ol ki, yəni biz bunu istifadə etdik. Həmin o adaçaylı yağlı kremimizdən gənc qızı var evdə. Onun kürəyinə belə səpir. Bilirsiniz ki, yeniyetmə dövründə elə səpkilər olur. Onları belə hətta deyir təmizləyir. Deyir, yəni bu iki vasitə ilə mən öz əlimdə olan problemi də, uşağımın da, digər qızımın da kürəyində olan problemi həll etmişəm. Yəni həqiqətən də məhsullarımız həm universaldır, həm əvəzsizdir və Pilusdakı kiməsə tövsiyə eləyəndə rahatçılıqla tövsiyə edirik, bilirik ki, nəticəsi olacaqdır. Ona görə də siz də yəni hansısa bir məhsul tövsiyə edəndə birinci problemi tam dərindən öyrənin, başa düşün, dərisi necədir. Yəni bir çox faktorlar var da, yəni onlara uyğun tövsiyə vermək lazım. Yoxsa quru dəriyə yağlı dəri üçün üz yuma jeli verdim və yaxud da ki krem verdim və yaxud da ki biri qəbizlik üçün kofe istəyir, mən götürdüm, misal üçün başqa bir şey verdim. Yəni bu düzgün deyil. Hər bir şey yəni düzgün olmağı üçün, nəticə verməyi üçün ətraflı şəkildə düşünün ki, o sizin belə deyək də, siz onun qarşısına çıxmış bir təbibsiz də, yəni belə düşünün, o da sizin xəstənizdir. Təbii yollarla onu müalicə eləyəcəksiniz. Ən birinci dinləyirik, anlayırıq problemi nədir, daha sonra isə ona uyğun məhsul məsləhət görürük. Yoxsa hər zaman bunu mən komandama da deyirəm ki, bonus xətrinə işləməyin. Yəni əşya qoy vursun, nə vurur vursun, o problemi həll olar, həll olmaz. Həyi vur, həll eləyəcəksən problemi deyib məhsulun satışını etməyin. Daha sonra bəlkə də o sənin daimi müştərinin olacaq. Amma bir məhsulu sən ona düzgün tövsiyə etmədikdə artıq sən o müştərini itirmiş olacaqsan. Amma ki düzgün tövsiyə etdikdə, o bir balaca problemini həll etdikdə artıq yavaş-yavaş sənin mağazandan ehtiyacı olan məhsulları almağa başlayır. Yəni bizim işimiz tövsiyə işidir. Yəni biznesimiz, işimiz tövsiyə işidir. Nə vaxt ki özünüz məhsulları düzgün tanısanız, sevərək yanaşsanız, işinizi ciddiyə alsanız, yəni nəticəsi də həqiqətən möhtəşəm olacaq. Yəni gözlə görülür qədər sifarişləriniz də artacaq. Ətrafınızda sizi belə deyək də üz-üzə gəldiyiniz insanlar da həmişə sizi tərifləyəcək ki, çox sağ olun, məsələn, bunu mənə tövsiyə eləmisən, çox gözəl nəticə almışam. Ona görə də yəni çalışın insanları birinci dinləyin, problemi nədir, daha sonra ona uyğun məhsul tövsiyə edin. Əslində məhsullarımızdan danışdıqda, yəni saatlarla danışmaq olar, çünki həqiqətən də hər birinin ayrı bir funksiyası var, hər birinin çox gözəl nəticələri vardı. Mən özüm də artıq 1 il 2 ay olacaq ki, Home Life-dayım. Demək olar ki, məhsulların 80%-ni özüm istifadə etmişəm, yaxınlarıma tövsiyə eləmişəm, onlar da istifadə edirlər. Çünki özüm istifadə etmədiyim məhsulu belə tam əminliklə tövsiyə edə bilmirəm. Sizə də bunu məsləhət görürəm ki, yəni birinci o problem sizdə varsa özünüz istifadə eləyin, daha sonra özünüz də əmin şəkildə tövsiyə etdikdə, nəticəsinə də inanaraq tövsiyə etdikdə, həqiqətən də nəticə gözlənilməz və möhtəşəm olacaqdır. Ona görə də yəni çalışın məhsullardan özünüz birinci istifadə edin. Bu cür məhsul təlimlərini qaçırmayın. Ən azı ola bilər də, yəni işimiz də ola bilər. Təkrarını dinləyin ki, sizin bəlkə də suallarınızın cavabı elə həmin təlimdədir. Burada Həm də məsəl üçün belə elə məhsullar var, liderim, üzr istəyirəm, elə məhsullar var ki, yəni bu saat bütün məhsulları, baxın bir dəfə yadınızdadır, təlim keçmişdik, kabineti onu açmışdıq və Bəli. başlamışdıq nəfəs təravətləndiricidən ta ki testerlərə qədər də sonuncu məhsullara qədər nə ki var, hamısı haqqında liderim, könül liderim danışmışdı. Düşünün ki, burada elə bir məhsul olmadı ki, kimsə desin ki, bu mənə lazım deyil, bunu nəyə görə, yəni bunun nə ehtiyacı var? Yəni hər bir məhsula ehtiyacımız var. Əlbəttə ki, quru dərilər var, yağlı dərilər var, ləkəli dərilər var, səpkili dərilər var. Üzr istəyirəm, hamiləlik səpkiləri var, günəş ləkələri var, sonra pigment ləkələri var, çillər var, anadan gəlmə çillər var. Keçən dəfə liderim deyir ki, kimsə anadan gəlmə çillərə deməsin bizim məhsullarımız ləkələrə qarşıdır, %100 aparacaq. Bu mümkün deyil. Bu artıq anadan gəlmədir, sonradan yaranmış deyil, yalandan söz verməyin. Ləkələr, üzdə səpkilər var. Var yağlı dərilər, üzdə, yəni yağı dəri həmişə bilirsiniz ki, problemli dəridir də, səpkilər mütləq olur. Birinci onun yağlılığını götürürsən ki, səpkilər azalsın. Hər kəs inanın ki, fərqli məhsullardan nəticə alıb. Birinə bir məhsul gözəl düşüb, birinə digər məhsul düşüb. Hər kəs də, yəni fərdi yanaşın. Flankəsdə bu alınıbsa, yüzdə bu alınacaq deyə bir şey yoxdur. Mən liderim deyir ki, məsələn, yağın ləkələrinə görə deyirsiniz kollagen serum. Məsəl üçün, mən bizdə
bu emergency spreyi var, bir də kremi var. Mən düşünürəm ki, yəni komandada nə qədər xanım varsa, hamının evində olmalıdır. Qarşıdan yay gəlir. Ağcaqanadın verdiyi yara, səpki, qaşıntı, şişlər, qızdırma, yəni onun üçün emergency spreyi ilə kremi çox möhtəşəmdir. Mütləq alın. Yəni bax yay ərəfəsi üçün ən gözəlidir. Günəş kremi mütləq almaq lazımdır. Qarşıdan zaqar üçün və yaxud da günəş suya davamlı kremlər mütləq hər kəs almalıdır. Hər kəsin evində olmalıdır. Başa düşürəm. Mən yenə deyirəm, keçən dəfə də qeyd etdim ki, ətir kimsən zövqüncə olmaya bilər, kimsə istəmir də qram ətir alır, yaxud da başqa yerdən alır. Kosmetik ola bilər, ten istəmirlər, liner istəmirlər, başqa yerdən alırlar. Amma buradakı kremlər kosmetik deyil. Məsəl üçün, mən Ariflame şirkətində çalışırdım. Məhsullar kosmetik idi. Sadəcə gözəl qoxusu, gözəl nəmləndiricisi və bir dəfə ilə bitdi. Amma burada bizim məhsullarımız müalicəvidir və çox xahiş edirəm, hər dəfə də vurğulayıram. Home məhsullarına, kosmetika dükanlarındakı kremlərlə deyil, aptekdə satılan bitki tərkibli, yəni bitkisel məhsullarla müqayisə edin. Yəni bugünkü gündə əgər biz desək ki, hə falan yerdə nəmləndirici vardı, neyinirəm homun nəmləndirici. Biri var müalicəvi, biri var səthi. Sən bugün vurdun, əlin yaxşı yumşaldı, sonra yudun, əlindən çıxdı getdi və yenə dəri qurudu. Bu kosmetik təsirdir. Sadəcə bir dəfə ilə yumşaltdı və bundan da bitdi. Çünki o səthə enmədi. Dərini müalicə etmədi. Amma bizim məhsullarımız var, yoğun nəmləndirici, var adi nəmləndirici, ağrı kəsicilərimiz var. Yəni burada hər məhsulun düşünün ki, ən birinci etdiyi müalicədir. Yəni bu uzun müddətlidir, bu aradan qaldırır. Kimsə nəticəni 2 gün alır, kim nəticəni 1 ay alır. O dərinləşmiş problemə görədir. Yəni burada adi xanımlar var ki, bir çoxlarında, məsəl üçün mənim özümdə qaş tökülməsi var. Nəyə görə? Çünki saçıma kraska qoyanda qaşıma da qoyurdum ki, eyni rəng olsun, qaşım biraz. İnanın ki, qaşım seyrəlmişdi. Yəni qaş baxımı, kiprik baxımı eləyəndən sonra qaşımda gördüm ki, qaşım, yəni baxdım xeyləm, tüklənmə gəlib, çox da qəşəng olub və alınanda da adamın xoşuna gəlir ki, yəni artıq seyrəliyi bitib. Yəni mütləq hər məhsul sadəcə bir dənə yeni gələn insanla ərinməyin, yəni tənbəllik etməyin. Dəvət etdiniz, insan səbətə məhsul. Liderim, nə əlavə edim? Hə, bax da, Oxypower'dan vur, onu vur, bunu vur, yox. Açırsınız, kabineti video görüntü ilə göstərirsiniz, ekran paylaşıcı ilə. Deyirsiniz, bax, bu hər məhsul haqqında 2-3 cümlə öyrənin, təlimlərə qoşulun və hər haqqında bir məlumat yazın. Özünüz də, qoy görüm, nəfəs tərəvətləncə haqqında nə demişlər, bunun haqqında nə demişlər. Ən azından hər məhsul haqqında 3-4 cümlə yazın və yeni gələnə izah edin. İnanın ki, o insan deyəcək, bu mənə lazımdır, bu mənə lazımdır. Neçə dəfə olub, yeni gələn olub, kabinetinə onunla bir yerdə başlamışam, səbətə məhsul əlavə eləməyə. Hə, əlavə elə, əlavə elə, əlavə elə, hə, lazımdır. A, nə yaxşı, bu da var, a, mənə lazımdır, mənə lazımdır. Keçmişik səbətə görürük ki, 200 neçə madlıq məhsul yığmışıq. Deyir, a, yox, çox oldu. Deyirəm, onda mən əsas birinci nə vacibdirsə, biznes şərti 35 manatdır. Deyir, hə, onda bir dənə bunu çıx gələn dəfə alıram. Hə, bir dənə bunu çıx gələn, mənə əsas bu lazımdır. Şampun lazımdır, bu lazımdır. Yenə deyirəm ki, baxırsan ki, yenə deyir, azalda gedirsən, yenə də gəlib düşür 80 manatda, 70 manatda. Deyirsən 59 manat üzəri sifariş, çatdırma pulsuzdur, hə, qoy qalsın. Bax, bu qədər sənə təşviq düşür, bax, bu xoş gəldin düşür. İnanın ki, elə liderlər var ki, xoş gəldini yeni gələnə demir. Təşviqi izah eləmir. Məsəl üçün, eləsi var mənə deyir ki, keçən dəfə bir komandanın birində olmuşdu, lider deyir ki, ay baxam, mən gələndə nəsə homda vəziyyət yaxşı deyildi, mənə xoş gəldinlə təşviq düşməmişdi. Deyirəm, onu sizə kim deyir? Deyir, liderimə dedim, bəs mənə niyə bu düşməyib? Deyir, hə, sistemdə yanlışlıq olmuşsa düşməyib. Yaldından çıxıb deməyib, 2 bonusla 3 CP-nə girib baxmışam ki, xanımın neçə bonusu çatmırmış təşviqlə xoş gəldini götürməyə. Lider də buna başa salmayıb və özündən məsuliyyət atmaq üçün deyir ki, sən gələndə sistemdə yanlış vardı, ona görə sənə düşməmişdi. Mən də bilmirəm məsələni. Deyirəm, ay xanım, siz nə danışırsınız? Mən 2 ildir buradayam. Sistemdə belə bir problem olmayıb. Avtomatik səbətə düşür. Hətta siz onu seçməsəz, siz növbəti addımı eləyə bilmərsiniz. Bu necə sizə düşməyə bilər? Deyir, yox, mənim liderim deyir ki, sistem yanlışlıqdır, sizə düşməyib. Yəni, yalan deyib də, belə deyək. Yəni, ona görə liderlərim, yalan deməyib, deyəndə ki, sadəcə indi belə bilməyib necə vəziyyətdən çıxsın, bu cür, yəni, əl atıb. Amma sonradan, yəni, lider görür ki, düşmür, o da düşür ki, nə oldu, hamı qazandı, mənə düşmədi, şirkət mənə haqsızlıq elədi. Mənimdir, bəxtim belədir, məndə sistem işləmədi. Yəni, bu düzgün deyil. Hər bir şey deyin.
Sizdən demək olsun. İstəməyəcək, qoy, əşyons alan deyil, bu qədər desəm götürən deyil, desəm deyəcək məcbur eləyir. Siz başa salın. İstəməyəcək, onun problemidir. Maddiyyatı, yəni siz insanın yerinə qərar verməyin. Deyin, bax, liderim, bu qədər götürsən, bax, bu düşür. Bir 50 bonus da artırsan, bax, bu düşür. Yəni seçimi ona buraxın, onun yerinə qərar verməyin. Özünüz də görəcəksiniz ki, 35 manat deyib, yəni biznes şərtidirsə, çox xanımlar baxırsan ki, ilk dəfədən, yəni o gün baxıram komandada xanımlar 200 manatlıq məhsulu vurublar. 13 dənə məhsulu götürmək üçün. Niyə də yox? Hesablayıb ki, görür ki, nə qədər məhsulla, yəni yaxşı da məhsullardır, irəli düşür. Niyə də olmasın? Evin ehtiyaclarını alıb. Yəni belə. Kimin sözü varsa, sualı varsa buyursun liderlərim. Yoxdursa yekunlaşdıraq. Salam, axşamınız xeyir olsun. Təlim Hər üçün vaxtınız xeyir. təşəkkür edirəm. Sizləriniz Deməli, mən soruşmaq istəyərdim ki, üzr hesab edeyim. Hamilə xanım üçün məsamələri yığmaq üçün hansı məhsul vermək olar? Serum və yaxud da su krem. Vitamin A olmaz, yəqin ki, elə başa düşürəm. Kollagen olarmı? Kollagen mən bildiyim qədər o icazə yox idi hamilə xanımlara. Cəmilə xanım sual cavab versin zəhmət olmasa. Cəmilə xanım buradasınız? Səs bağlı idi, liderim. Açılmırdı Yo, ona yo. görə. Yo, açmışam liderim, açıqdır, buyurun. Hamilə xanımların üzünə nə içirsədir xanım? Soruşdu ki, hansı kremlərimiz, məsamələr üçün hansı məhsullar hamilə xanımlar üçün yəni icazə var, hansı yoxdur? Mən düzü hamilə xanımlara çox məhsul vermirəm. Vitamin A ümumiyyətlə olmaz serumlarımızdan. Vitamin C-ni götürə bilər xanım. Vitamin C-ni ancaq axşamlar istifadə edə bilər. Çünki hamilələrdə biraz üzlərinə daha çox ləkə tez düşə bilər deyə mən çox vaxt məhsul vermirəm. Bax, bizim peelingimiz var. Peeling istifadə edə bilər. Üz dərisini təmizləmək üçün gündəlik tonikdən istifadə edə bilər. Günəş kremi istifadə edə bilər. Axşamlar vitamin C-ni istifadə edə bilər. Vitamin C-ni istifadə edə bilər. Bir də üzünə peptid kremi vura bilər. Kollageni yox, peptidi vura bilər. Mən elə bil şirkətin elədiyi təlimdə eşitmişdim, kollagen kremləri olmaz. Dəqiq olmaz. Xanım məsamələr üçün liderim. Yosun sabunlarından istifadə edə bilər. Yosun sabunu həm səpkiləri aparır, həm də məsamələri sıxlaşdırır. Yəni sabunları tövsiyə edə bilərsiniz. Bir də mənim özüm üzr istəyirəm hamiləlikdə, yəni bunlardan istifadə etdim. Yəni özüm nə istifadə etmişəm rahat bir şəkildə onu deyə bilirəm xanımlara. Çünki insan aldığı geri dönüşlərə görə rahat danışa bilir. Və mən özüm nəmləndirici kremlərdən peptid kremim var, istifadə edirdim. Yəni hamiləlik vaxtı günəş kremidir, tonikim var, onu edirdim. Nəm maskanı həftədə bir dəfə eləyirdim, peelingimi təmizləyirdim, sonra nəm maskamı amma axşam eləyirdim. Ardınca da günəş kremimi vururdum və salam rahat otururdum. Yəni bunları eləyib mən rahat şəkildə bayıra çıxırdım. Şükür Allaha ki, yüzümdə bir dənə ləkə də yoxdur. Yəni amma vitamin C-ni də gecələr vururdum da, yəni axşamına salmışdım, onu vururdum ki, üz dərim necə deyim, o üz dəri artıq hamiləlikdə biraz şey olur axı, cansızlaşır, eləyir. Ona görə dedim qoy canlı qalsın da, amma heç bir dənə də ləkə olsun üzümə düşmədi. Mən xanıma məsamələr üçün bizim Powerful seriyasının bənövşəyi Clean Bright olan serumunu tövsiyə edirəm. Mən özüm bir neçə il sandadır məsamə üzrə onu yoxlamışam. Çox gözəl məsamələri sıxlaşdırır. Bir də bizim Powerful'un Peeling Tonic yazır üstündə. Peel Tonic. O da çox gözəldir. O ikisini birlikdə işlətsə və hamilələr üçün heç bir zərəri də yoxdur. Krem də yəni nəmləndirici krem kollagenden başqa məsəl cilt bakım kremi də istifadə edə bilər. Daha sonra peptid krem də Cəmilə xanım da dediyi kimi, yəni nəmləndirici krem də o dərisinə uyğundur. İndi bilmirəm. Əsasən məsəmə problemi olan dəri yağlı olur. Ona görə tam bilmirəm. Dərisi yağlıdır yoxsa qurudur. Onu da desə tam aydın olar hər şey. Çünki quru dəridə məsəmə problemi çətin olar. Yəni əsasən bu yağlı dəridə məsamələr çox açıq olur. O məsamələrə də qara nöqtələr, yəni çir, iltihab da olur, qara nöqtə problemi də olur. Həvva xanım da səhv etmirəmsə, dəri sizin
Xanım, Deməli, çox sağ olun, təşəkkür edirəm. Mən də maraqlandım. Əslində elə bilirdim ki, yağlı dəri olar, elə gözləyirdim, amma dedilər ki, quru dəridir. Mən də bilmədim. Bəlkə ola bilsin xanım dəri tipini tanımır, elə hallarda olur bəzi baxışlarda. Mən də dedim ki, yağlı dəri olsaydı, Powerful-dan verərdi, Clean serumu. Yəni məsələ üçün, amma quru dəri dedilər deyə. Moisturizerdə yox Clean idi. Bright serumu yəni bütün dəri tiplərinə uyğundur. Yəni sırf yağlı dəri üçün deyil, amma əgər quru dəridirsə, peeling tonikdən istifadə eləməsin. Belə də yəni yəqin üz yuma gelisi falan var da evdə, papatyalı üz yuma gelindən istifadə eləyər. Nəmləndirici krem kimi də cilt baxım kremidir, daha sonra peptid kremdir, başqa nəmləndirici Powerful seriyasından nəmləndirici serum qablaşmada olan kremimiz də var. Ondan da vura bilər. Sonra zeytun yağlı nəmləndirici kremimiz də var. Xanımın özü elə həftədə bir dəfə peelingini, bir dəfə maskasını etsə, Cəmilə xanım, səsiniz qırılır. Ya mən deyilədir. gündəlik üzünü Səs qırılır. Səs qırılır liderdim. Liderim, səsiniz qırıq-qırıq gəlir. belə olmasa, yəni adi suyunu yuyub, toniklə silsə səhər axşam, ardınca günəş peptid kremi də qırıq gəlir, liderim. Bəli, qırıq-qırıq gəlir. İstəyirsiniz mən Yoxsa? danışım bir dənə liderim. Hə, indi gəldi səs, yoxsa? Bəli, gəlir. Yəni xanım həftədə bir dəfə nəm maska, quru dəri, donsuz nəm maska, onsuz da bizdə nəm maska həm məsamələr üçündür, həm quru dərilər üçündür istifadə edə bilər xanım. Yəni sızanaqlarda belə biz onu veririk də nəm maskanı quru üzlərdə. Bax həftədə bir dəfə nəm maska, bir dəfə peelingi istifadə etsin. Gündəlik tonikidir, yüz yıkama jelisidir. Yüz yıkama jelini çox vaxt məhsul çox olmasın deyə mən deyirəm adi su ilə yuyun, heç kimyəvi sabun zad vurmayın. Adi su ilə yuysanız bəs eləyir. Tonik gün quru dərilər üçün təmizləmə sütümüz var. Bax onu götürsə, lap quru, hədsiz qurudursa və yaxud da ki, orada quru həssas cildlər üçün olan tonikimiz var. Mən həmişə Silver serisini deyirəm. Çünki Silver serisi belə deyim də ən gözəl nəticə verən bir seridir mənim üçün. Silver serisinin tonikini quru cildlər üçün olan bir də ki, peptid kremi. Peptid kremi səhər vursun, vitamin C-ni axşamları vursun. Həm dərisinin sıxlaşmasını görəcək ki, xanımda məsamələr artıq düzənlənir, belə deyim. Həm dərisi təmiz qalacaq, təravətli qalacaq. Yəni, bunları istifadə etsə, mən bu məsləhət görərdim xanıma. Çox sağ olun, ətraflı məlumat üçün təşəkkür edirəm. Siz sağ olun, liderim. Suallar olan varsa buyursun, yoxdursa mən tərimi dayandırım icazənizlə. Günəş kremini mütləq xanım istifadə etsin. Çünki hamiləlikdə daha tez üzə ləkə düşür, günəş ləkəsi də daha tez düşür. Mütləq amma günəş kremini vurun. Bir də liderim, mən bir şey də əlavə edeyim. Siz bayaq düz dediniz, Nayibə xanım. Siz dediniz ki, bizim məhsullarımız həqiqətən çox faydalıdır da. Adi bizim bir dənə məhsulumuz bizə neçə dənə problemimizin aradan qaldırmasına kömək eləyir. Adi bir bax, cilt baxım kremini deyək, həm üzümüzün nəmliliyini, yağlılığını, ekzem olan problemi, göbələk olan problemini, qaşıntı problemini, yəni yara problemidir, hər bir şey də ümumiyyətlə o qədər o nömrə bir məhsuldur da, bütün problemlərə köməkliyi göstərir. Hansını deyirsiniz liderim? Hansını dediniz? Cilt baxım kremimiz, yəni Cilt baxım, hə. Acı uşaqlarda bişməcəyə kimi köməklik eləyən bir kremdir. Üzr istəyirəm. Sinənin alt hissəsi kök xanımlarda sinənin alt hissəsi pişməcə olur. Bir dənə onu yuyub, təmiz o hissəni yuyub, onu vuranda aparır. Çünki xanımlar ondan çox razıdırlar. Ayrıca körpə uşaqda mən öz uşağımda çox vaxt məsələn tutaq ki, evdə pişməcə mazı qutarıb, tez bazar cilt baxım kremindən istifadə edirəm. Az miqdarda vururuq da, çox vurmuruq. Çünki onun tərkibi belə deyim də o qədər hər bir şeyə köməklik eləyir ki, həm hər evdə bir lazımlı bir məhsuldur da o, onu deyərdim. Adi çaylı kremimizin özü həm qurutma özəlliyi var, həm sızanaqları aparır, ekzemdə istifadə edirik. Yəni bizim məhsullarımız hər tərəfli köməklik göstərir. Skrablarımızın özü
ayaq ağrılarına köməkliyi göstərir, qaşıntı varsa, göbələk varsa, ona köməkliyi göstərir. Topuqlarımızda belə deyək, quruyursa, çatlar varsa, çox vaxt çatlarımız pis olur, incidir bizi. Bax, o skrablarımız köməkliyi göstərir. Yəni, bizim məhsullarımız nəinki bir dənə şeyə, bütöv ümumilikdə hər bir şeyə təsir edir. Mən həmişə xanımlara deyirəm ki, sən bir yöntəmlə fikirləşmişəm, bu məhsulu buna verdim, sənin üzün məsəl üçün, deyəlim ki, sızanaqdır, bunu vermişəm, üzün sızanaqdan təmizləndi, məhsulların qaldı. Yox. Sən bu məhsulları başqa şeydə istifadə edə bilərsən. Bu problemin varsa, sən buna da istifadə edə bilərsən. Elə bilmə ki, məhsulun aldı, qaldı evdə. Yox. Yəni, hər tərəfli istifadə edə bilərsən sən. Mənim liderim ayağım burxulmuşdu. Mən elə bil evdə kollagen Atkəstanənin kremi var idi. Bu da kremi əslində isidicidir, termaldır da. Yəni qızışdırır, yandırır. Amma bir də var, digər isə Atkəstanənin geli var. O isə soyuq effekti verir, ayağı soyudur. İnanın ki, ayağım burxulmuşdu tədbirə gedəndə. Mən bəlkə ayın 9-u, bəlkə mən bir aya yaxın demək olar ki, axsadım. Yəni ki, ayağım basa bilmirdim də. O iki kremlə mən yəni elədim, ayağımı bağladım. Və inanın ki, heç nədə, yəni şükür Allaha, biri dedi damar üstə çıxıb, biri dedi damarı dartılıb, biri dedi əzələn dartılıb. İnanın ki, o iki kremlə elə ayağıma sürtdüm, biri yandırırdı, biri elə bir zurna pasta kimi sərinlik verirdi. O qədər xoş olurdu. Bir dəfə birin ki, ağrını götürsün. Elə gözəl şəkildə görür. Tək onu yox. Adi, məsəl üçün, məndə üzr istəyirəm, adət var ki, adi bir paltar asanda çeynimə atıram yaş paltarları, məsəl üçün də balkona çıxanda boynum quruyur, yaxud da dəsmalla başımı bağlayıram. Hamımızda bu adət var ki, yəni şeydə yaş qalanda boyun quruyur, səhər durursan ki, boynumu çevirmir. Əzələ dartılması, qol dartılması, boyun quruması sinirdən də ola bilir. Sırf onun üçün bax masajla, yəni atki hastanələri alıb atmaq olar. Yəni mən yenə deyirəm, oturub biz kabineti bir açsaq, deyərik ki, bunun hamısı bizə lazımdır. Amma düşünün ki, bizim 35 manatlıq biznes şərtimiz var və vaxt elə gəlib keçir ki, dövrəyə eləyirsən, inanın ki, şampunum bitib, deyirəm ki, mən şeydir də, yəni məcbursan o gözləyə bilmirsən dükanı, çünki saç ucu öyrəşib. Amma mən yəni bir sarımsaq şampunu, bir dəfə sarımsaq şampunu bitir, herbal şampunu götürəm, bitir kollagen götürəm, bitir DNF götürəm. Hər bir şampunu mütəmadi işlətməyin. Yəni yoxlayın. Və deyirsən ki, bu mənim saçıma düşdü, mən elə ancaq DNF alacağım. Yox. Gələn dəfə başqasına baxın. Hər dəfə yoxlayın. Görün, bəlkə digər lap sənə yaxşı düşür. Yəni ona görə yoxlamaq lazımdır həqiqətən. Bu saat mən bütün məhsulları evə yığsam 2 ildir buradayam. İnanın ki, yoxlamadığım məhsullar daha çoxdur ki, nəinki aldığım. Çünki elə məhsullar var ki, təkrar o məhsulları məcburiyyətdən dönürəm. Mən yenə deyim, desəm təəccüblənəcəksiniz. Mən Silver seriyasına elə heç bir məhsul əldə etməmişəm. Yəni həqiqətən, çünki yəni ancaq elə ehtiyaclarımı almışam da. Amma indi siz deyəndən sonra inşallah gələn kataloq düşünürəm ki, cilt baxımı alım. Yəni belə deyək də, o siz deyirsiniz, yay gəlir, bişməcə olur, üzr istəyirəm, paltarda və yaxud da üzr istəyirəm, xanımlar paltar giyinəndə ayaqlar arası qisim var ki, ora məsəl üçün sürtülür və yaxud da o mütləq lazımdır. Mənim qızım özü biraz kökdür, onu məsəl üçün səpir, qolun altı nahiyəsi və yaxud belə. Ona görə mütləq məhsulları yoxlamaq lazımdır. Hər məhsulu özümüzdə yoxlamaq lazımdır. Özümüzdə ehtiyaclarımızdır. Naibə xanım, mənim dilini dil payı deyirlər, dil payı, bax ondan, yəni onun biraz başqa bir formasıdır, belə iri-iri çıxırdı. Mən ona ballı krem vururdum da. İndi bu gün ballı kremim artıq qutarıb, indi istəyirəm ballı krem vurum da, çünki yox dedi, lazımlıdır hər evə. İndi qızım deyir ki, mama sən ballı krem niyə vurmamısan, deyir, mənim dil payımı deyir, aparan ancaq o idi. Artıq evdə uşaqlar da öyrəşiblər, yəni ona, bizim homon məhsullarına, çünki həqiqətən də çox hər bir şeyə köməklik eləyir də, yəni. Bir də Silver serisi həqiqətən möhtəşəm bir seridir mənim üçün. Əvvəllər, bilmirəm, bəzi liderlərimiz bilir, yoxsa Hidro serisi var idi və Balans serisi var idi. Hidro serimiz bizim quru dərilər üçün idi, Balans serimiz yağlı dərilər üçün idi. Mən Hidro serisinin bütün hər bir şeyini almışdım. Özdə ən çox satış, belə deyək, mənim üçün rekord satış elədiyim Hidro serisi idi. Şampunundan tutulmuş saç maskası var idi, burada gil maskası var idi. O seri süper bir seri idi də. Gil maskalar üz dərisini bilirsiniz necə gözəl eləyirdi, parıldadırdı. İnan, insanın bir dəqiqə necə dəyişirdisə, çox gözəl bir seri idi. Gil maskası idi. Hər bir şey var idi içində. Bax, o seri də çox gözəl idi. Bax, Silver serisi mənim üçün belə bir seridir.
Onun Silver serisinin vitamin C'si, Silver'in vitamin C'si Powersol'un vitamin C'sindən daha belə deyim, üstündür mənim üçün. Niyə? Çünki Silver serisində mən C-dən, vitamin C-dən daha çox nəticələrim var. Yanıqda belə 15 ilin yanığında, ləkəsində biz vitamin C vermişik də, başqa bir məhsullarla biri vitamin C-ni vermişik. Oradan çox gözəl də geri dönüş almışıq. İnşallah inanıram ki, bu təlimdən sonra xanımlarımız yeni gələnləri göndərəcəklər. Düzdür, kaş görüntü olardı, çünki görüntü olanda təlimi yazmaq olur. Belə səsləyib yox, kanala göndərərək xanımlar dinləyərlər. Və belə deyək də, artıq məsəl üçün kataloqun bağlanmağına demək olar ki, az vaxt qalıb. İnşallah inanıram ki, xanımlar təlimləri dinlədikcə daha çox hədəflədiyi məhsullar olur. İnşallah belə də komandayla paylaşıb gözəl şəkildə səsi də göndərmək olur qrupa. Göndərib inşallah dövriyyələrə təkan verəcək bir təlim olacaq. Sualınız varsa buyurun liderlərim, yoxdursa əlavəniz varsa liderim buyurun. Liderim, bir dənə hal-hazırda bir xanım var. O mənə bir 10 yaşında bir uşağın saç dibində ekzemi başlayıb. Sulu bir ekzemdir. Artıq belə o qədər qaşıyıb ki, qan kimi çıxır da, yəni saç diblərindən. Onun inşallah ki, bu günləri ona hansı kombinimiz lazımdır vermişik. İnşallah yaxşı nəticəmiz olar. Onun da nəticəsini paylaşarıq. 10 yaşlı uşaqdır və ona məhsul vermişik. Xeyirli olsun nəticəsi. Buyurun liderlər. Sualınız varsa buyurun. Yoxdursa liderim, siz də dincəlin, sağ olun, var olun. Yekunlaşdıraq təlimi. Var sözünüz. Təşəkkür edirəm liderim. Vaxt ayırdığınız üçün, möhtəşəm təliminiz üçün var olun. Sağ olun liderim. Gecəniz xeyrə qalsın xanımlar. Çox sağ olun hər biriniz qoşulduğunuz üçün. Təkrarı qrupa göndərəcəm.